Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bugün 6-cı sinif 1-ci hissə coğrafiya dərsindən məkanı tanıyaq bölməsinin məkan mövzusunun izahı ilə tanış oluruq. Təsvirdə avtomobil, sürücü və qlobal mövqeyi təyin etmə sistemi, yəni GPS cihazını görürük. İnsanların istifadə etdiyi onlayn xidmətlərdən biri də taksilərdə tətbiq olunan GPS, yəni qlobal mövqeyi təyin etmə sistemidir. Bu sistem yaxınlıqdakı taksilər haqqında məlumat əldə edir və operator vasitəsilə sərnişinə ötürür. O həmçinin taksinin sərnişinin yanına nə vaxt çatacağını müəyyən edir və bu barədə məlumat verir. Avtomobilində qlobal mövqeyi təyin etmə sistemi olan taksi sürücülərinə sərnişinin gedəcəyi ünvanı vermək kifayətdir. Ağıllı telefonlar marşrutu özləri dəqiq müəyyən edir. Şəkildə təsvir olunan qlobal mövqeyi təyin etmə sistemi cihazı da məhz bu məqsədlə istifadə olunur. Taksi sifariş edərkən sürücüyə hansı məlumatlar vermək lazımdır? Sürücüyə gedəcəyimiz yer haqqında məlumat vermək vacibdir. Sürücünün hara gedəcəksiniz sualına cavab vermək üçün sizdə hansı məlumatlar olmalıdır? Bizdə olmalıdır gedəcəyimiz ünvan və onun yaxınlığında yerləşən digər obyektlər. Yol boyu hansı təbii, sosial, iqtisadi obyektlər ola bilər? Yol boyu biz təbii obyekt olaraq dağ, meşə, göl və s. sosial, iqtisadi obyekt olaraq məktəb, zavod, fabrik, məscid və s. görə bilərik. Yaşadığınız yeri necə təsvir edərdiniz? Bu suala şagirdlər fərqli cavablar verəcək. Yaşadığınız yeri belə təsvir edə bilərsiniz ki, məsələn, yaşadığınız yerin yaxınlığında məktəb var, böyük market var və s. bu formada təsvir etmək mümkündür. Məkan mövzusu Ağdam Azərbaycanın tarixi yaşayış məntəqələrindən biridir. Lakin inzibati rayon kimi Ağdam 1930-cu ildə yaradılmışdır. Rayon Qarabağda dağətəyi və düzən ərazilərdə yerləşir. Ağdam adı qədim türk dilində kiçik qala deməkdir. Sonralar bu qalanın yerində Ağdam şəhəri meydana gəlmişdir. Rayon ərazisində bir çox tarixi araşdırmalar aparılmışdır. Ağdam rayonundakı tarixi abidələr keçmişin nadir nümunələridir. Məsələn, Ağdam Cümə məscidi 19-cu əsr, Pənahəli xanın imarəti 18-ci əsr, Karvansara 18-ci əsr, Şahbulaq qalası 18-ci əsr belə tarixi abidələrə misal göstərilə bilər. A təsvirində Ağdam şəhərində tikilmiş yeni çoxmərtəbəli binanı, B təsvirində isə Ağdam şəhərinin baş planını görürük. Fəaliyyət hissəsinə baxaq. Azərbaycanın siyasi inzibati xəritəsində səhifə 83-də Ağdam rayonunu müəyyən edin. Baxaq səhifə 83-ə. Azərbaycan Respublikasının siyasi inzibati xəritəsini görürsünüz və burada Ağdam rayonu yerləşir. Ağdam rayonunun ətrafında Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Kəlbəcər və Tərtər rayonları yerləşir. Yəni Ağdam rayonu sadaladığımız bu rayonlarla əhatələnmişdir. İkinci sual. Ağdamın baş planındakı şərti işarələrə əsasən şəhərin formalaşmasında hansı amillərin vacib olduğunu müəyyən edin. Baş planın ətrafında gördüyümüz şərti işarələrlə göstərilən obyektlərin demək olar ki, əksəriyyəti buranın şəhər kimi formalaşmasında əsas amillərdir. Məsələn, yaşayış zonasının olması, fərdi yaşayış evlərinin yerləşməsi, su hövzələri, ümumi təhsil müəssisələri, yəni məktəblər, tarixi mərkəz, sənaye zonaları, şəhər xidmət mərkəzləri və s. hər biri şəhərin formalaşmasında əsas amillərdir. Üçüncü sual. B təsvirinə əsasən sualları cavablandırın. A şəklindəki bina B təsvirində hansı hərflə göstərilmişdir? Baxırıq, A təsvirində çoxmərtəbəli yaşayış binası var. Və çoxmərtəbəli yaşayış binası xəritənin şərti işarəsindən görünür ki, qəhvəyi rənglə göstərilib. Və verilən hərflərdən də yalnız X hərfi qəhvəyi rəngin üzərində, yəni çoxmərtəbəli yaşayış binasının ərazisindədir.
Doğru cavabımız X məntəqəsidir, X hərfi. B təsvirində X, Y, Z hərfləri ilə işarələnmiş ərazi və məntəqələr nəyi ifadə edir? Baxırıq, X qəhvəyi rəngin üzərindədir. Bura çoxmərtəbəli yaşayış zonasıdır. Y mavi ərazidədir. Mavi rəng tarixi mərkəzləri göstərir. Deməli, Y tarixi mərkəzdə yerləşir. Z isə yaşıllıq və park ərazisində yerləşmişdir. Dördüncü sual. B təsvirinə əsasən obyektlərdən bir neçəsini müəyyən edərək aşağıdakı cədvəli doldurun. Bizdən təsvir üzərində göstərilmiş təbii obyektlər və insanlar tərəfindən yaradılan obyektlər istənilir. Təbii obyektlərə biz su hövzələrini, park və yaşıllıqları misal göstərə bilərik. İnsanlar tərəfindən yaradılan obyektlərə isə qəbristanlığı, ondan sonra sənaye zonalarını, parkları, daha doğrusu şəhər xidmət mərkəzlərini, tarixi mərkəzləri, Cümə məscidini, Bayraq meydanını və s. misal göstərə bilərik. Ağdamın Cümə məscidi 19-cu əsrdə memar Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. Oxşar məscidlərə Şuşa, Bərdə, Füzuli və s. rayonlarda da rast gəlinir. Tarixi abidələrlə yanaşı məktəblər, parklar, zavod və fabriklər də rayon əhalisinin sosial və mədəni həyatı üçün əhəmiyyətlidir. C təsvirində Ağdam Cümə məscidi, D təsvirində Ağdamda məktəb binası yerləşir. Ağdam ərazisindəki saqqız ağacı meşəsi Qarabağ düzündə Xasınçayın sahilindədir. Həmin ərazini Sultanbud meşəsi də adlandırırlar. Burada kəsilmiş ağacların yerində son illər yeniləri əkilir və biz Y təsvirində yeni salınmış meşə zolağını görürük. 5-ci sual. B təsvirinə əsasən suallara cavab verin. Nə üçün məktəb Z nöqtəsində deyil, M nöqtəsində tikilmişdir? Baxırıq. Məktəb burada M nöqtəsindədir və M nöqtəsi yaşayış zonasındadır. Bizə isə deyilir ki, nə üçün Z nöqtəsində, yəni park və yaşıllıqlar ərazisində, meşə ərazisində məktəb yerləşmir. Səbəb odur ki, məktəb yaşayış ərazisinə yaxın olmalıdır. O səbəbdən də yaşayış zonasında məktəb yerləşdirilib. Bəs nəyə görə meşə zolağında məktəb olmaz? Bu çirklənmə ilə əlaqəlidir. Yəni ora gediş-gəliş olarsa, çirklənmə daha da yüksək səviyyəyə çıxar. Bundan başqa təhlükəsizlik də əsas məsələdir. Çünki meşə ərazilərində bildiyimiz kimi yırtıcı heyvanlar və s. olduğu üçün meşə ərazisində məktəbin yerləşməsi bir qədər çətindir. Növbəti sualımıza baxaq. K məntəqəsində hansı obyekti yerləşdirərdiniz? Baxırıq ki, sxemdə K məntəqəsi gölün ətrafındadır. Və gölün ətrafında biz müəyyən bir belə deyək, turizm obyektini, ictimai iaşə obyektləri, yəni kafe və restoranları yerləşdirə bilərik. Ailə dialoqunu oxuyun və gəzinti turunu təsvir edin. Şagirdlər burada dialoqu oxuyur və öz təxəyyüllərinə əsasən gəzintini canlandırırlar. Şagird tarixi abidələri görmək çox maraqlıdır deyir və ona cavab olaraq dərsdən sonra gedə bilərik cavabı verilir. C şəklindəki tarixi abidə B planında hansı nöqtədə yerləşə bilər? Baxırıq ki, C şəklində Ağdam Cümə məscidi verilib və Ağdam Cümə məscidi B təsvirinə əsasən bir nömrəli ərazidə yerləşir. O isə bax, xəritə üzərində bu hissədə göstərilmişdir, bir rəqəmi. M nöqtəsindən abidələrə qədər olan yolda hansı obyektləri görə bilərsiniz? Sxem üzərində M nöqtəsi göstərilsə də, abidələrin olduğu ərazi haqqında bir məlumat yoxdur. Ona görə də dəqiq cavab vermək çətindir. Bu sualı cavabsız qoyaq. 7-ci sual. İstirahət günü ailənizlə birlikdə gəzinti üçün hara getmək istəyərdiniz? Bu suala şagirdlər hər biri fərqli cavablar verəcəklər. Düşündüyünüz yer təbii məkandır, yoxsa insanlar tərəfindən yaradılmışdır? Bu yerin xüsusiyyətlərini sadalayın.
Məsələn, şagird ola bilər ki, o dağlıq əraziyə getmək istəsin. Deməli, şagirdin düşündüyü yer təbii məkandır, dağlıq ərazi və yaxud meşə, o da təbii məkandır. İnsanlar tərəfindən yaradılmış məkanları isə, məsələn, kafe və restoranları, ictimai iaşə obyektlərini, turizm mərkəzlərini misal göstərmək olar ki, onlar da insanlar tərəfindən yaradılmış məkanlar növlərinə aiddir. Gəzinti üçün niyə həmin yeri seçdiniz? Bu sualda şagird müəyyən bir ərazini dəqiqləşdirəndən sonra veriləcək sualdır. Yəni, məsələn, deyək ki, şagird dağlıq ərazini seçibsə, nəyə görə dağa getmək istədiyini soruşa bilərik. Ola bilər ki, şagird desin ki, mən dağlıq əraziləri xoşlayıram və yaxud oranın havası mənə daha xoş gəlir. Meşə zolağını hansısa bir şagird seçə bilər ki, meşəyə getmək arzumdur və s. Bu formada sualları cavablandıra bilər. Dərsimizin izahı bu qədər. Sağ olun, diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.